Salam balaca rəssamların və rəssamlığa marağı olanlar, bu günləri mənə Instagram və TikTokdan atdığınız əl işlərinizə baxacağam. Yəni bir sözlə qabiliyyət imtahanına hazırlaşan uşaqların əl işlərinə baxacağıq və çox da uzatmayaq, başlayaq. Yəni bunu dedim ki, çox da uşaq götürməmişəm uşaqlar, çünki vaxtı az idi. Dedim ki, heç olmasa indi başlayaq. Hər həftə gəlməlidir bu video məncə, çünki qabiliyyət imtahanı az qalıb. Yəni çox az qalıb, həqiqətən çox az qalıb. Yəni çalışmaq lazımdır. Aha, birinci 2 yaş bunu dedim ki, uşaqların profilinizdən qoymayacağam. Yəni istərsiniz məxfiliyi qorumaq üçün. Salam dəyərli müəlliməm, mənim adım Mələkdir. Hə, çox böyük bir məxfiliyi qorudum bu dəqiqə. Və bir müddətdir ki, sizin YouTube-dan videolarınızı izləyirəm və istəyirəm ki, düzən verirəm. Hə, işləyirəm, həm də düzən verirəm. Mən rəssam olmaq istəyirəm. Mənim xəyalımdır. Həm şəkil çəkməyi çox sevirəm, həm də bu işə marağım var, sevgim var. Amma valideynlərim bu sənəti etməyimə razı deyil. Təəccüblənmədim. Mən heç vaxt rəsm üzrə hazırlığa getməmişəm. Hətta getməyib. Və ümumiyyətlə məktəbimizdə də təsvir sənət sadəcə kitabda yazılanları çıxıb lövhədə danışmaqdan ibarət olub. Yəni sadəcə öz bacarığımla nəsə çəkmişəm. Rəssam olmaq istəyirəm. Adrada təhsil almaq ən böyük arzumdur. Sizin sayənizdə çox irəliləyiş elədim. Sizə minnətdaram. Və əminəm mənim kimi sizi bir çox şagird evdə videolarınıza nəsə baxmağa çalışır, xəyal qurur, dəyərli müəlliməm. İlk növbədə balacam, yazdıqlarım, dediklərim o qədər içdən idi ki, həqiqətən. Mənim də ən böyük xəyalım Adrada təhsil almaq idi. Qismət olmadı, inşallah orada müəllim kimi işləmək qismət olar. Nə magistrda, nə də bakalavrda orada oxumadım. Oxuya bilmədim müəyyən səbəblərə görə, nələr gəldi başımıza. Valideyn söhbəti də hər kəsin yaralı olan bir hissəsidir. Bir rəssam xəyalı olub da, bu peşə sənətdir, bundan uzaqdır, dəstək olmadıqlar olub. Amma sən inadla öz sevginin dalınca getmişsən və bu çox böyük bir şeydir. İnşallah nail olacaqsan və inşallah gələn bu vaxtı deyərsən ki, artıq mən qəbul olmuşam, semestr imtahanlara hazırlaşıram inşallah. İkinci yazısında yazıb ki, keçən il məzundur və 107 bal yığıb rəngkarlığa vermək istəyir. Və sual verib ki, universitetin rəngkarlığı imtahanına nə düşür, kollecin imtahanına nə düşür? Kollecdə uşaqlar 2 imtahan mərhələli idi. Elə birində qururduq, naturadan elə bir işləyirsən, tonlama eləyirdim. Bir də rəngkarlıqda ikinci mərhələsində isə keçdinsə birinci mərhələdə, ikincisində isə naturadan, yenə naturmortu, akvarel texnikasını işləyirsən. Amma onu artıq eləyiblər, dayandırıblar. Yəni bir mərhələli eləyiblər. 2 mərhələdir, bir mərhələdir. O da akvarel texnikasının naturadan, naturmortunun işlənməsidir. Yəni bir tərəfdən yaxşıdır. İndi sən yığdığın 107 bal biraz kritik bir baldır. Özdə məsələn rəngkarlığın qabiliyyət imtahanı universitet üçün biraz çətin olur. Naturadan adam işləyirsən də, naturadan insan işləyirsən. Qrafikada da belədir. Qrafikada naturadan işləyirsən, akvarel texnikasını və ikinci mərhələdə ya da birinci mərhələ bilmirəm. Naturadan insanın anatomik quruluşunu, ümumiyyətlə insan qalacaq orada, sən onu çəkəcəksən, vərəqdə düzgün yerləşdirəcəksən. Qrafika daha çətin imtahanı. Ona görə keçid ballarına aldanmıyor uşaqlar. Buraxılış, yəni balları orada aşağı olur. Səbəbi var. Çünki qabiliyyətli uşaqlar kəsilir. İlk işinin baxayıq, naturmort. Tonlamada problem var. Tonlama problemi deyəni nə başa salır sizə uşaqlar? Deməli, tonlamada bir neçə ton var da, yəni əsas 7 ton götürürük də. Sənin işində sadəcə 2 ton görürəm. Biraz tündlük və biraz da açıq. Yəni daha da çeşidliliyi artıra bilərsən. Komponentka yerindədir, qurmaya çalışırsan, qəşəngdir. Amma ikinci işində məsələn fəza fiqurunu qurmuşsan, elə deyilmi? Fondakı atdığın o çarpaz xəttləri ki var, ştrix elə deyil uşaq. Ştrix sadəcə xəttdən ibarət deyil. O xəttlərin birləşərək bir həcm, bir forma yaratmasıdır. Yəni deyəcəksiniz ki, divarda, yəni fonda nə həcm, sadəcə o adamın gözünə batır uşaq. Belə xəttlər atması olmaz elə, səliqəli olmalıdır. Yəni o sənin baş rolunda nədir? Fəza fiqurda. Sən o xəttlərlə onu üstələmiş olursan. Bir də işıq kölgə anlayışı səndə biraz zəifdir, amma bu köhnə işindir. Ümid edirəm ki, insunu inkişaf elətdirmirsən. Baba görürsən axmayıb. Akvarel texnikası nədir? Axmalıdır boyalar. Amma altda bir də işim var ya. O daha çox bəyəndim. Amma fotoda bu biri daha yaxşı düşüb. Özünə baxın. Heykəl düşdü. Heykəllərdə biraz oxşatmaya da çətinlik. Ümumiyyətlə sən bir dənəsinə fokuslansan, balacam, daha uğurlu olacaqsan. Çünki həm antik baş heykəl, həm naturmortda rəngkarlıq, həm vaxt məsələsidir, həm də özün hazırlaşırsan deyə
Özünü çox şey salacaqsan, stresə, həyəcana. İnşallah uğurlu olar. Dediyim kimi, inşallah bu vaxtı tələbə adını qazandığını kanalda yazarsan. İnşallah, amin deyək. Və keçək digər uşağımıza. Balacamız yazıb ki, gözəl müəlliməm, necəsiz? Çox sağ olun. Mən sizi deyəndən sonra kursa getməyə başladım. Ha, bu kursa getmə məsələsi. İnşallah kursa gedim həqiqətən. Naturadan işləyib müəllimin sənin səhvlərini deməsi, bir sənə göstərməsi o tam başqa bir şeydir. Mən sizin videolar çəkirəm. Okay. Başa salmaya çalışıram. Sıfırdan nəsə başa salıram. Siz ya videoya axıra qədər baxmırsınız, üstəliyirsiniz, sonra deyirsiniz ki, əməlmə çəkə bilmirəm, alınmır. Yəni o qədər sadə dildə başa salmaya çalışıram ki, dediyim kimi də, yəni sizin iradənizdən də çox şey asılıdır. Yəni siz müəllimin yanına gedəndə avtomatik sizin başınızda bir insan qalır və səndən tələb eləyir. Mən artıq sizdən tələb eləyə bilmirəm deyə o səmərəli olmaya bilər. Amma bəzi müəllimlər ki var, mənim videolarıma uşağa məsləhət görür və uşaq evdə baxır, ev tapşırır ki, məsələn mənim işimi işləyir. O tam başqa bir şeydir. Aha. Peki oradakı yaxşı, deyir ki, müəllim oradakı müəllimlər mənə yaxşı öyrədir, səhvlərimi düzəldir, amma biraz fərqli çəkir. Aha, bu fərqli öyrətmə məsələsi. Uşaqlar, mən sizə sıfırdan öyrədirəm. Oradakı müəllim sənə bir vaxt bölgüsü verib, orada sənə bir dəfəlik, yəni əsas şeyləri deyir və keçir. Fərq var. Amma heç bir müəllim də deməz ki, bu filan kəs səni səhv başa salır. Onda deməz. Çünki bilir ki, mən akademik formada başa salıram. Sadələşdirib sizə başa salmaya çalışıram ki, uşaq tez başa düşsün, tez anlasın və nə sualı verməsin, niyə sualını verməsin. Deməsin ki, bunu niyə çəkdi axı, bu bir dəfə bunu niyə keçdin axı, bu sual yaranmasın. Aha, pekəli. Aha, bu eyni uzunluq söhbəti. Uşaqlar, kompanka bilirsiniz, eyni hündürlüyə qoyursan, aradakı nisbət məsafələr, göz arasındakı bir göz qədər məsafə, 3 əsas bölgü, qızıl qaydadır da bunlar. Bunlar hamısı o müəllim də deyəcək, mən də deyəcəm. Ümumiyyətlə sual verir ki, düzgündür, düzgün deyilmi? Dediyim kimi, hər bir müəllimin öz öyrətmə metodikası var. Yəni, əsas qayda heç, dediyim o qızıl qaydalar da hər heykəldə olmalıdır. Bəzi müəllimlər hətta qarış-qarış öyrədir, barmaq qoyur, bəziləri çubuq qoyur. Yəni, dediyim kimi, heç kəsin öyrətmə şeyinə qarşıdan deyiləm, heç vaxt. Amma dediyim kimi, məsləhətlər veririk, istiqamətlər veririk. Bunu da öyrənmək, çalışmaq sizin öhdənizə düşür. İlk işində Diananı görürəm və oxşarlıq azlıq. Qabiliyyət imtahanında nəyə fikirlər verirlər? Danışa bilmədim. Oxşarlıq olmalıdır, konstruktiv etmə qaydalarına əməl olunmalıdır və işıq kölgə. Yəni işin tam bitməlidir. Bu əsas 3 element, yəni faktor ki var, ona fikir verirlər. İri gözlər. Bilirəm, Diananın gözləri iridir. Amma bu qədər eləmə. Aralarındakı məsələn, ümumiyyətlə burunda problem var. Uşaqlar, burnun yerini düz qoymadınsa, sən zaten ümumi qurmada problem yaşayacaqsan. Çünki biz buruna əsasən hərəkət edirik. Əgər üzlə danışsaydı, 3 bölgünü apardın, aha, burnun yerini təyin etdin, avtomatik gözlərini də yerini təyin etmiş olursan, dodağını da yerini təyin etmiş olursan. Və yenə də baxın, eyni səhvlərdir. Bir də Diyanada qulaqlarda da çox gedib o yana. Amma bu dediyim kimi, bu işi köhnə işidir. Təzə mənə atdığı işindəsə, Avqust, yəni Genikanın xarakterikasını tutub. Xarakteri odur da, yəni tutub qəşəng. Meyxirdə səhvlər var, amma onlardan çox fərqlənir və yəni məqbul alma ehtimalında yüksəkdir, amma tonlamaya çox diqqətli olun. Uşaqlar, bu gipsdir, bu həcmli bir şeydir. Yəni bunu əməli başlı işləməlisiniz. Yəni oradan kontur xəttləri saxlamaq lazım deyil, eləməyin belə şeylər. Və bir sual verir ki, dizayn kollecinə nə düşür? Dizayn kollecinə heykəlzad düşmür, qorxmayın. Sadəcə orada düşür, fəza fiquru qoyulur. Naturmort ümumiyyətlə qurulur, fəza fiqur da var orada, meyvə də qoyulur, parça da olur, bəzilərinə qoymaya da bilərlər. Yəni naturmort qoyurlar, tonluyursan. Əlbəttə ki, dizayn kolleci qabiliyyət imtahanları fərqlənməlidir. Biraz sadə olmalıdır, biri mürəkkəb olmalıdır. Yəni belə qururlar. Həm də uşaqların işlərinə də baxdıq, ümid edirəm ki, faydalı olmuşdur. Dediyim kimi, çalışacağım ki, hər həftə gələn videolardan biri olsun. O da siz atdığınız mənə icmal bölməsindən. Çalışın uşaqlar Instagramdan, TikTokdan o qədər də atmayın. TikTok deyəni, atırsınızsa bir əl işinizi atın, oradan baxın ya da kanalın icmal bölməsindən. Hər birinizi çox sevirəm.